my name is Yasmina, and I would like to testify to a miracle that happened to me while I was painting. So one of the day, I had a painting to do, and on that picture, it was an illustration of two hands, one coming down from the sky, and another one coming up from the sea, and they were like reaching out to each other. And all around, it was a scene basically of the sea and the sky, and in the middle, it was the sun. While I was painting, while I was still in the process of painting this art, I went down and I took a picture of that painting itself. And the reason why I took a picture is because I was still in the process. And I do that with all my painting, by the way. And I always take a picture of it, and whenever I'm not in that place where I'm painting, I just sat down and I like to go back to my gallery and I open the picture and I just like to zoom in and zoom out just for me to know what I need to add and what I need to remove, if I have something to remove and add. So like that I will know when I go back to that painting itself, what should I do? What will be the next step I have to do? And on that particular day, I remembered when I took the picture, I sat down on one of the couches and I was just looking at the picture. And I'm looking at it and I'm zooming in, I'm zooming out, I'm trying to see what I need to add and what I need to change from that painting. And while I'm doing that, actually I noticed something that was really, really strange, very surprising. It's like I'm zooming in and I'm looking at the sea in the picture, and suddenly when I come to the sun, I'm zooming in and I'm zooming out many times because I couldn't believe what I saw. And when I'm zooming in, I just saw like a face in the sun. It was like there was the sun, you know. It was like all white, and I remembered myself when I was painting it. I just took like the brush, and there was white paint, and so that's why it was surprising to me. Is because when I zoomed in that picture, and I came to the sun, and I could see there was like a face in there, and that face looked like holy. It looked like a holy figure, like similar to the one of the Ahlul Bayt, similar to the picture that we can find on all over internet. And it was extremely surprising to me because, like I said, I never tend to do that. It was never my intention to do it. When I was painting the sun, again, I just put like white paint in the brush and I just circled it, you know, that was just like white everywhere. And when I saw that, I was extremely surprised because once again, it was not my intention and I didn't receive any instruction to do that. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz, əziz tamaşaçılarımız. Hər birinizi Qaim aramızdadır verilişində xoş gördük. Bu gün mən sizi salamlayıram və bu günləri mən belə deyim yalnızam, Samirə xanımla deyiləm. Və ona görə də hər hansısa bir xüsusi bir mövzu seçmədim ki, o mövzu ətrafında sizlərlə danışaq. Daha çox ümumi məlumatları istəyərdim sizin nəzərinizə çatdıraq. Ümumi olaraq bu din haqqında fikirlərimizi sizlərlə bölüşək və bununla paralel bizim YouTube-da canlı yayımımız da yayınlanır və sizin hər hansısa bir sualınız olarsa, hər hansısa bir nöqtələr sizi maraqlandırarsa, bu anda öz belə deyim orada rəy bölməsində suallarınızı, fikirlərinizi yaza bilərsiniz. Və biz bu şəkildə, belə deyərdim, mən sizin suallarınızı cavablamağa çalışardım. Burada mən baxıram ki, Muxtar Səqəfi var, onu da salamlayıram. Xoş gəlib verilişimizə. Hər hansısa bir sualı olarsa, bu sualı bizə ünvanlaya bilər və mən dediyim kimi bu suala cavab verməyə çalışacağım. Ümumi isə bizim məqsədimiz nədir, bizim bu verilişi aparmaqdakı hədəfimiz nədir, istəyərdim bu haqda sizə məlumat verim. Bizim ümumi verilişimizin, bizim ümumi gedişatımız bundan ibarətdir ki,
biz Ali Muhammədin qaimi Əba Sadiq Abdullah Haşim əleyhissalamın dəstəkçiləri ona inanmışıq və onun Ali Muhammədin qaimi olduğu yəqininə çatmışıq. Və bu yəqinə çatdıqdan sonra siz izləyicilərimizə də və dünyanın hər bir nöqtəsində olan möminlərə, Adəm oğullarına səsimizi çatdırmağa çalışırıq ki, sizin gözlədiyiniz şəxs artıq ortaya çıxıb, atası Əhməd Əl-Həsən əleyhissalam Yəmanidir və babası Muhammed ibn Həsən Əskəri əleyhissalam isə 12-ci imamdır və artıq 2015-ci ildə zuhur eləyib, 23 yanvar cümə günü və öz dəvətini daha geniş vüsət alır bundan sonra. Dəvət özü isə 1999-cu ildən başlayıbdır İmam Əhməd Əl-Həsən əleyhissalam vasitəsilə. Və Muhammed Peyğəmbərin vəsiyyətində Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm anında, ölüm gecəsi, ölümü yaxınlaşana yaxın artıq vəsiyyət yazır və insanlara ictimai şəkildə İmam Əli əleyhissalamı tanıtdıqdan sonra həm də yazılı olaraq gələcək nəsillərə tapşırmaq üçün həm də Quran-ı Kərimdə olan o Allahın əmri ayəsi var ki, ölüm sizə yaxınlaşan zaman özünüzdən sonra vəsiyyət buraxın. Bu müttəqilər üçün bir şərtdir və müttəqilərin də böyüyü olan Muhammed sallallahu aleyhi və səlləm Allahın bu göstərişinə riayət eləyir və vəsiyyəti diktə eləyir. İmam Əli əleyhissalam isə o vəsiyyəti yazır. O vəsiyyətdə Muhammed Peyğəmbər 12 imamdan və 12 mehdilərdən bəhs eləyir. 12 imam siz bilirsiniz və o diktə eləyir, gəlir bir nöqtəyə qədər ki, artıq deyir bu 12-ci imamdır, yəni Muhammed ibn Həsən Əskəri əleyhissalamdır. Ondan sonra isə 12 mehdi olacaq. Onların ilki Əhməd, Abdullah və Əl-Mehdidir. Daha doğrusu vəsiyyətdə belə keçir. Deyir, onun ilk ismi Abdullah, Əhməd və Əl-Mehdidir. Niyə görə Abdullah daha birinci gəlir? Bunu inşallah gələcək verilişlərimizdə, elə istəsəz indi də əslində sual formasında versəz danışa bilərik. Yəni, qısa şəkildə sözümüzün canı budur ki, həmin o vəsiyyətdə olan 12-ci imam və onunla paralel ilk Mehdi və ikinci Mehdi də artıq zuhur eləyiblər, ortalıqdadır və insanları haqqa doğru çatdırırlar. Və bu qayda əzəldən bizim verilişlərimizi siz əgər izləmişsinizsə, görərsiniz ki, biz əslində insanlığa bunu çatdırmağa çalışırıq ki, bu əslində əzəldən Allahın təyin elədiyi hüccətlərin, Allahın elçilərinin özlərini tanıtma metodudur. Allahın elçilərinin özlərini tanıtma qanunudur ki, bu formada hər zaman özlərini tanıdıblar. Və bu gün də Muhammed və Ali Muhammedin qaimi eyni formada öz haqqaniyyətini insanlara çatdırır və insanları bu məsələlərdən agah eləyir. Və Allahın hüccəti tanıma qanununu, belə deyərdim, bu qanun insanlar tərəfindən unudulmuşdu. Muhammed və Ali Muhammedin əslində bizə verdiyi göstərişləri insanlar bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən unutmuşdular. Muhammed və Ali Muhammeddən uzaq düşüb əməlsiz alimləri izləyirdilər. Və bu əməlsiz alimlər isə insanları hədislərdən, Allahın bizə verdiyi göstərişlərdən uzaqlaşdıraraq və bəzi göstərişlərin də özlərinə sərf eləyən formada özlərinə aid eləmişdilər və deyirdilər ki, əslində insanlar dırnaqarası bu alimləri izləməlidirlər, güya mütləq təqlid eləməlidirlər və bu vasitə ilə Allaha yaxınlaşa bilərlər. Lakin dediyim kimi İmam Əhməd Əl-Həsən əleyhissalam və onun oğlu Əba Sadiq Abdullah Haşim əleyhissalam ortaya çıxır və insanları Allahın həqiqi olan dininə tərəf çağırır və bildirir ki, əslində bir kəs o zaman Allah adından danışa bilər ki, o Allah tərəfindən təyin olunsun. Və bu təyin olunma qanununu, qaydasını özü bizə izah eləyir. Belə ki, zaten hədislərdə də keçmişdi ki, o öz əmri ilə tanındığı kimi tanınar. O öz əmri ilə tanınar. Yəni, o özünü bizə tanıdar. O özünü bizə tanıdana qədər bizlər onu tanımarıq. Bizlər bilmərik. Və İmam əleyhissalam o hədislərdəki o üsulu, o metod vasitəsilə özünü tanıdır və bunu bizlərə sübut eləyir ki, baxın, bu metod sizin hədislərinizdədir, sizin kitablarınızdadır. Baxın, orada görün ki, Muhammed və Ali Muhammed necə hüccətin tanınma qanununu izah eləyibdir.
hansı formada izah eləyibdir və insanlara çatdırıbdır ki, höccət bu vasitə ilə tanınar. Qısaca el arasındakı kəlamlarla, kəlmələrlə danışsam, belə deyərəm, özündən öncəki höccət gedir və bizim əlimizə bir telefon nömrəsi buraxır. Deyir ki, mən gedirəm, məndən sonra bir kəs gələcək. Bu telefon nömrəsi ilə sizə zəng eləsə, bilin ki, həmin kəs haqdır. Və Allahın da telefon nömrəsi heç zaman dəyişməyib. O telefon nömrəsindən hər zaman höccətlər insanlarla, belə deyim, rabitə qruplar. İndi mən bunu bənzətmə formasında danışıram sizlərlə. Və nömrə eyni olubdur. Başqa nömrədən Allah heç zaman insanlığa zəng eləməyibdir, belə deyək. Bir nömrə vasitəsilə, məxluqatı ilə danışıbdır. O nömrədə nədir? Yəni, höccətin tanınma qanunudur. Allah o nömrə ilə bizə əlaqə qurur və bizə bildirir ki, mənim nömrəm Adəmin vaxtından bu zamana qədər dəyişməyib. Yəni, siz məni tanımaq istəsəz, nömrəm bəllidir. Siz bu nömrəndən hər zaman bilmişsiniz ki, bu mənə məxsusdur və mən bu nömrə ilə sizinlə əlaqə saxlamışam. Həmin nömrə nədir? Həmin nömrə Allahın öz elçisini tanıtma qanunudur. Bu qanun nədir? Bu qanun 3 hissədən ibarətdir. Birinci hissə dediyimiz kimi vəsiyyət, yəni ondan öncə olan höccət, ondan sonra gələn höccətin ismini zikr eləyir. Onun kimliyini bildirir. Ya bunu yazılı formada bildirir və ya bunu ictimai formada bildirir. Hər bir halda canlı olan, diri olan höccət insanlara, məxluqata bildirir ki, məndən sonra ölən haqq kəs budur. Və həmin kəsdə həmin o şeyə istinad eləyir. Bildirir ki, bax, məni tanıtmışdı və yaxud da ki, ismini yazıb zikr elədiyi kəs mənəm. Bu birinci tərəfi. İkinci tərəfi, ilahi elmi olmalıdır. İlahi elmə məxsus olmalıdır və bu din məsələlərində, bu məsələlərdə və əslində digər məsələlərdə də elmli olur, daha elmlidir və insanları elmləndirir. Yəni, insanlar onun özlərindən və ətrafdakılardan daha çox elmli olduğunu bilirlər. Gizli qalan məsələləri açacağını, ortaya çıxaracağını bilirlər. Üçüncü tərəf isə Allahın, belə deyim, hakimiyyətinə çağırmağıdır ki, üçüncü tərəf Allahın hakimiyyətinə çağırır. Necə ki, Allah Quran-ı Kərimdə deyir ki, yer üzündə öz xəlifəmi yaradacam. Allah yer üzərində öz xəlifəsini yaradır və öz xəlifəsi vasitəsi ilə insanlığı idarə eləyir. Deməli, bu üç qanun, yəni nə? Allahın xəlifəsidirsə, Allahın hakimiyyətinə çağıracaq. Yəni, Allahın hakimiyyətinə çağırır, elmli olur və vəsiyyətlə iddia eləyir. Bu üç qanun, bu üç nüans bir şəxsdə cəm olarsa, deməli, həmin kəs Allahın höccəti olduğunu isbat eləyir. Həmin bu qanun Allahın nömrəsidir ki, bu nömrədən ancaq Allahın elçiləri məxluqata zəng eləyiblər. Bir zaman da olsun bu nömrədən başqa bir kəs zəng eləməyibdir. Deməli, biz nömrəni biliriksə, nömrənin arxasından yığan kəsin də Allahın öz elçisi olduğunu biz qəbul eləməliyik. Çünki bu daim, hər zaman bu formada olub. Əgər biz bu qanunu inkar eləsək, onda gərək Muhammədi, İsanı, Musanı, ondan əvvəlkiləri hamısını bir-bir inkar eləyək. Çünki onlar niyə haqdılar bu qanuna görə? Əgər Muhammədi Muhamməd eləyən bu qanundursa, İsanı İsa eləyən bu qanundursa, niyə görə biz bu qanunu gəlirik İmam Əhməd Əl-Həsən əleyhissalam və ya Əbə-Sadiq Abdullah Haşim əleyhissalamda göz ardını eləyirik? O qanuna etinasız yanaşırıq. Halbuki biz bu qanunu Muhamməddə qəbul eləmişdik, İsa'da qəbul eləmişdik və digər höccətlərdə qəbul eləmişdik. İndi problem nədir ki, biz bu qanunu qəbul eləmirik? Çünki problem əslində budur ki, həmin gələn kəsi siz qəbul eləmək istəmirsiniz. Həmin kəs sizin düşüncələrinizə ziddir. Sizin düşündüyünüz formada gəlmədi. Buna görə qəbul eləmirsiniz. Və bundan zamanki dövrlərdə də, bundan əvvəlki zamanlarda da, belə deyim, bundan əvvəlki zamanlarda da insanlar həmin bu eyni xətaya düşərək, belə deyim, Allahın höccətlərini inkar eləyiblər, Allahın höccətlərini qəbul eləməyiblər. Mən istəyərdim bir nüansa toxunum, bundan məsələ bizim üçün müəyyən qədər aşkar olar, aydın olar. Hansı nüansdır?
Muhammed Peyğəmbər ki gələndə onu gözləyirdilər, onu qurtarıcı kimi gözləyirdilər. Hətta Yahudilər Yəsrib şəhərini salmışdılar ki, Muhammed sallallahu aleyhi və səlləm gələndə biz ona dəstək olaq. Biz onu qoruyaq və ona zəfər bəxş eləyək, zəfər verək, əlimizdən gələn yardım eləyək, onun ənsarlarından olaq. Bəs yaxşı, bu halda onlar köç elədilər, gəldilər, Yəsrib şəhərini saldılar, orada məskunlaşdılar və özlərini Allaha adadılar. Və nə oldu ki, lakin Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm gələndə insanlar, həmin o Yahudilər Muhammed Peyğəmbəri qəbul eləmədilər. Halbuki onlar hər şeylərindən keçmişdilər, öz ellərini, obalarını tərk eləmişdilər. Onlar ölümdən mi qorxurdular? Əgər ölümdən qorxsaydılar, əvvəldən bu yol tutmazdılar. Əgər onlar aclıqdan qorxsaydılar, əvvəldən bu yol tutmazdılar. Nə səbəb oldu ki, onlar Muhammed Peyğəmbər gələndə onu qəbul eləmədilər? Əslində biz tarixin bu nüansını, tarixin bu nöqtəsini çox gözəl bir şəkildə incələməliyik. Tarixin bu nöqtəsinə çox diqqət eləməliyik. Çünki insanlar hər dəfə eyni xətanı eləyir. İmam Əhməd Əl-Həsən əleyhissalam deyir ki, eyni ilan hər dəfə sizi eyni yerdən sancır. Eyni ilan hər dəfə eyni nöqtədən sancır. Ona görə gərək biz Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin həyatını oxuyarkən niyə Yahudilərin əsas da Yəsrib məntəqəsində, Yəsrib nöqtəsində yerləşən Yahudilərin Muhammed Peyğəmbəri qəbul eləməməyini diqqətlə izləməliyik. Diqqətlə baxmalıyıq, hadisələri analiz eləməliyik ki, nə səbəb oldu ki, həmin o Yahudilər Muhammed Peyğəmbəri qəbul eləmədilər. Biz tarixin səhifələrini açıb vərəqləsək görərik ki, həmin kəslər əslində Muhammed Peyğəmbəri bir neçə səbəbdən dolayı qəbul eləmədilər. Birinci səbəb buydu ki, Muhammed Peyğəmbərin gətirdiyi o fiqh, onların gətirdiyi qaydalar, qanunlar, onların inandığı qaydalara zidd idi. Onların yaşadığı qanunlara zidd idi. Onlar bu formada Muhammed Peyğəmbəri qəbul eləmək istəmirdilər. Onlar Muhammed Peyğəmbərə irad bildirirdilər ki, sən fisk törədən birisən, sən fasiqsən, sən yalancısan, atalarımızın bizə öyrətdiyi şəriətdən fərqli bir şəriət gətirmisən. Fərqli bir şəriəti bizə tətbiq eləyirsən ki, bu şəriətlə biz artıq əməl eləməliyik. Məsəl üçün, İsa əleyhissalam bizə deyir ki, bir kəs bir qadınla evlənər. Sənsə gəlib deyirsən ki, 4 qadınla da evlənə bilərsən eyni vaxtda. Sən əslində qadınbazsan, qızbazsan. Bu cür iradlar tuturdular və buna bənzər digər hökmlərdə də zidd gəlirdilər. Ona görə Muhammed Peyğəmbəri qəbul eləmək istəmirdilər. Halbuki öncədən onun oraya gələcəyini və o iddianı eləyəcəyini bilirdilər. Ondan başqa onların gözlədiyi soydan gəlməməsi idi. Onların gözlədiyi, belə deyim, tərəfdən gəlməməsi idi. Ərəbdən gəlməsi onlar üçün ağır idi və qəbul olunmazdı. Bu bunun ikinci tərəfi. Üçüncü tərəfi isə həmin o alimlər idi ki, Yahudi alimləri ki, o aşağı, belə deyim, təbəqədə olan insanlara propaganda eləyirdilər və bildirirdilər ki, bu haqq olan höccət deyil və bu iki səbəbi, birincidə dediyim o şəriət məsələsini dolayı yolla istifadə eləyərək insanları çaşdırmağa çalışırdılar. Çünki niyə görə Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm gələndə həmin o Yahudi alimlərinin mövqeyini oynadırdı, mövqeyini, taxlarını silkələyirdi və onları taxlarından aşağı salırdı. Əslində deyirdi ki, insanlar arasında təbəqələşmə olmamalıdır. Siz ki, oturmusunuz, belə deyim, Allahın höccətlərinin mövqeyində, stolunda və bu vasitə ilə insanları aldadırsınız. Halalı haram, haramı isə halal eləyirsiniz. Özünüz isə heç nə bilmirsiniz və pul yığırsınız və pulla, belə deyim,
güya yardım adında pullar yığırlar və bu pullarla da, həmin bu pullarla öz ciblərinə, öz mənfəətləri üçün istifadə edirlər. İndi onun müəyyən hissəsini gözdən pərdə asmaq üçün, gözdən pərdə salmaq üçün müəyyən yaxşı işlərə xərcləyirlər, böyük bir hissəsini isə özlərinə götürürdülər. Və özlərinin bir statusu var idi ki, yahudilər onların qarşısında baş əyirdi, onlara hörmət edirdi. Həmin bu pul məsələsini və status məsələsini itirməmək üçün Muhammed Peyğəmbərə zid gəldilər. Çünki gördülər ki, Muhammed Peyğəmbər onların gəldiyi, onların daha doğrusu qurduğu bu nöqtə, gəldiyi bu nöqtə ki var, hazırda oturublar, o nöqtəni yerlə yeksan eləyir. O nöqtəni dağıdır. O səbəbdən də Muhammed Peyğəmbəri qəbul eləmək istəmədilər və qəbul eləmədilər. Bu üç nöqtə səbəb oldu ki, öz həyatlarını Muhammedə fəda eləyən, onu gözləyən həmin o Yahudi icması, Yahudi qəbiləsi Muhammed sallallahu aleyhi və səlləmi qəbul eləmədi. Halbuki onlar öz ömürlərini ona sərf eləmişdilər, həyatlarını bir göz qırpımında verməyə hazır idilər. Nə onları bir aclıq, nə bir qıtlıq, nə bir ölüm təhlükəsi qorxuzmurdu. Hətta tarixlərində var ki, orada o zaman yaşayan kralla aralarında problem yarananda, kral da özlərindən idi, krala iddia eləmişdilər ki, son qurtarıcı Muhammed sallallahu aleyhi və səlləm zahir olanda, ortaya çıxanda səni ona şikayət eləyəcək. Yəni, səni ona şikayət eləyəcək və kralı bundan qorxuzmuşdular. Və bu da göstərir ki, əslində onlar həmin o qurtarıcıya ümid bəsləyirdilər və onun yolunu gözləyirdilər. Lakin dediyim bu üç səbəb oldu ki, onlar Muhammed Peyğəmbəri qəbul eləmədilər. Və bugün müsəlmanlar həmin bu üç səbəbdən dolayı yahudiləri qınayır və bildirir ki, onlar necə ağılsız idilər. Bu cür əsassız səbəblərlə Muhammed Peyğəmbəri necə inkar eləyirlər? Halbuki Muhammed Peyğəmbərin əlində vəsiyyət var idi. Nə olsun ki, şəriətdən fərqli şəriət verirdi, gətirmişdi. Nə olsun ki, onların gözlədiyi nöqtədən gəlməmişdi. Yəni, onlar ərəbdən daha doğrusu yahudilərdən gözləyirdilər, ancaq o ərəbdən gəlmişdi. Bu səbəb ola bilməz axı. Və yaxud da ki, alimlərin bu mövqeyini məgər Muhammed Peyğəmbər haqlı yerə eleşdirməmişdimi, haqlı yerə tənqid eləməmişdimi? Bugünkü sünni və şiə cəm təkirdə bu fikri deyir. Açıq formada bugünkü müsəlmanlar, şiələr və sünnilər bunu bildirir və yahudiləri qınayırlar. Bu üç nöqtə sizə aydın oldu. Gəlin, indi bu üç nöqtəni eyni bu zamana tətbiq edək. Nə olsun ki, Mehdilərdən hər hansısa biri, məsələn, qərbdən gəlib. Eyni Muhammed Peyğəmbərin gözlədiyi, gəldiyi kimi ərəbdən gəlmişdi, ancaq onlar yahudilərdən gözləyirdilər. Nə olsun ki, qərbdən gəldi? Və yaxud nə olsun ki, onların gözlədiyi mövqeylərdən gəlmədi, alimlərin vasitəsilə gəlmədi? Nə olsun? Və yaxud da ki, Əhməd Əl-Həsən əleyhissalam və Əbu Sadiq Abdullah Haşim əleyhissalam fərqli şəriət gətirəndə və ya şəriəti həqiqətən dirçəldəndə ki, şəriət hansı formada olur, onu niyə görə qəbul eləmirsiniz? Bu ikiyüzlülük deyilmi? Halbuki siz özünüz yahudiləri bu şeyə görə qınayırdınız. Və indi də qınayırsınız ki, nə olsun ki, Muhammed Peyğəmbər İsa'dan fərqli şəriət gətirdi. Bu, Muhammədi inkar eləməyə dəlalət deyil. Çünki Muhammedin əlində vəsiyyət var və öz haqqaniyyətini sübut eləyibdir. Bəs onda niyə görə həmin dəlilləri Əhməd Əl-Həsən əleyhissalam və Əbu Sadiq Abdullah Haşim əleyhissalama qarşı görmək üçün istifadə eləmirsiniz? Halbuki öz düşüncənizdə onları inkar eləyirsiniz. Nə olsun ki, o sizin gözlədiyinizdən fərqli yerdən gəldi və ya şəriəti dəyişdi. Zaten Muhammed Peyğəmbər bu cür etməmişdimi? O gələndə də eynən bu şeyləri etməmişdimi? Siz özünüz bunu qəbul eləyirsiniz, öz kitablarınızda yazırsınız. Lakin indi hansı səbəbdən inkar eləyirsiniz? Onda bu sizə onu göstərir ki, siz ikiyüzlüsüz. Çünki niyə? Dildə deyirsiniz, Muhammed Peyğəmbər bu əməlləri eləməklə düz elədi.
Çünki vəsiyyət sahibi idi, önəmli olan vəsiyyət sahibi olması idi. Yahudilərin iddiaları boş iddialardır. Əsas Muhammed Peyğəmbərin vəsiyyət sahibi olmasıdır. Onda niyə həmin şeyləri Əhməd Əl-Həsən əleyhissalama irad tutursunuz? Niyə həmin şeyləri Əba Sadiq, Abdullah Haşim əleyhissalama irad tutursunuz? Deməli, siz heç onda Muhammed Peyğəmbəri də qəbul eləməməlisiniz. Və yaxud da ki, Muhammed Peyğəmbər gəlib o Yahudi alimlərini təbəqələşməyə və haqsız yerə pul yığmağını qınayanda və yerlə yeksan eləyəndə Muhammed Peyğəmbəri doğru qəbul eləyirsiniz. Niyə Əhməd Əl-Həsən əleyhissalam və Əba Sadiq Abdullah Haşim əleyhissalam bunu eləyəndə qəbul eləmək istəmirsiniz? Niyə görə Mehdilər gəlib deyəndə ki, müctehidlər boş yerə oturublar taxtlarda və insanların haqqını qəsb eləyirlər, eynən o Yahudi alimlər kimi xümsü götürüb yeyirlər, öz qarınlarını doldururlar, öz övladlarına xərcləyirlər, Avropanın və digər ölkələrdə özlərinə taxtac qururlar, malikanələr alırlar. Onun kiçik bir qismini isə tələbələrə və yaxud da ki, kasıb ailələrə paylayırlar və bundan gözdən pərdə salırlar, eynən Yahudilər kimi. Bəs bu şeyləri eləyəndə siz Əhməd Əl-Həsən əleyhissalam və Abdullah Haşim əleyhissalamda necə irad tutursunuz? Bir halda ki, Muhammed Peyğəmbər də bu iradları tutmuşdu Yahudilərdə. Lakin Yahudilərin bu əməllərini siz səhv adlandırırsınız, Muhammed Peyğəmbərin doğru dediyini deyirsiniz və deyirsiniz ki, əsas olan onun vəsiyyətlə gəlməsi idi. İsa'nın iddia elədi ki, məndən sonra qurtarıcı gələcək, müjdəsi gələcək və Muhammed Peyğəmbər buna istinad elədi və siz deyirsiniz ki, bu dəlil kifayətdir. Əgər bu dəlil kifayətdir deyirsinizsə, niyə görə Muhammed və Ali Muhammedin qaimi Abdullah Haşim əleyhissalamda bunu inkar eləyirsiniz? Bu əslində sizin məsələyə səmimi yanaşmamağınızdan dolayı gəlir. Ya siz ikiyüzlülük eləyirsiniz, çünki bunun başqa bir adı yoxdur. Əgər bunu o dövrdə qəbul eləmisinizsə və bunu haqq yol bəlli eləmisinizsə, bu zamanda bunu haqq yol qəbul eləməlisiniz. Ya siz ikiyüzlülük eləyirsiniz, ya da siz cahilsiniz. Heç Muhammed Peyğəmbərin bu elədiklərini dərk eləməmisiniz ki, niyə Muhammed Peyğəmbər bu şeyləri elədi və haqdır. Siz bunu dərk eləməmisiniz. Əgər dərk eləməmisinizsə, açın, diqqətlə oxuyun. Çünki bu çətin bir şey deyil. 2 vur 2-dir, 4-dür. Bu qədər sadə bir şeydir, sadə bir metoddur. Həmin bu metodla Muhammed Peyğəmbər özün haqqaniyyətini isbat elədisə, eyni haqqaniyyəti də Əba Sadiq Abdullah Haşim əleyhissalam isbat eləyir. Bu eynidir. Məgər Quranda oxumursunuzmu? Muhammed Peyğəmbər deyir, İsa'nın vəd elədiyi Əhməd gəldi və o mənəm. Bu ayənin təfsirlərinə baxmırsınız? Muhammed Peyğəmbər bununla öz haqqaniyyətini sübut eləyir. Siz Quran-ı Kərim açıb oxumursunuz və onun təfsirlərinə baxmırsınızmı? Orada yazır ki, əgər Muhammed Peyğəmbər özündən bir söz desə, onu şah damarından tutub yaxalayıb biz öldürərik. Bu nə deməkdir? Bunun təfsirinə bir baxmısınızmı ki, Allah niyə görə Muhammed Peyğəmbərə belə deyir? Bunu bir başa düşmüsünüzmü? Bu ayə niyə indi? Zaten insanlar görürmü ki, Muhammed Peyğəmbər özündən mi danışdı, yoxsa Allahdan mı danışdı? İnsanlar zahirdə nə görür? Muhammed Peyğəmbər danışdı və deyir, bu Allahdandır. Bəs niyə Allah bu cür deyir? Məgər Allah Muhammed Peyğəmbərə etibar mı eləmir, güvənmirmi ki, özündən söz danışacaq? Bu necə düşünürsünüz siz? Bir açıb hədis kitablarında və Quran-ı Kərimin bu ayəsinin enməyi nə səbəbdən indi? Şən-i nüzul deyirlər ona, yəni hansı səbəbə bu Quran ayəsi indi, ona bir baxırsınızmı? Bu Quran ayəsini mən sizə deyim niyə görə indi. Bu Quran ayəsi xristiyanlara və yahudilərə, əsasən xristiyanlara xitabən indi. Muhammed Peyğəmbər bu ayədə əslində xristiyanlarla iddia eləyir və xristiyanlarla danışanda deyir ki, sizin kitablarınızda ismi keçən Əhməd mənəm, Faraklit, yəni o təriflənmiş Əhməd mənəm.
və deyir ki, Allah deyir, əgər mən bu ismi, bu adı, bu ismin sahibi olmadan iddia eləsəm, Allah məni şah damarımdan tutar kəsər və mən ölərəm. Yəni, batil bir iddiaçı bunu iddia eləyə bilməz. Bu təfsir kitablarında açıq aydın yazılıbdır. Yoxsa Muhammed Peyğəmbərin hər hansısa başqa bir şeydə Allah onun deməyinə şübhə ilə yanaşmırdı və şübhə eləmirdi. Əslində, Allah burada bildirirdi ki, bizlərə bildirir və orada olan xristiyanlara bildirir, insanlara bildirirdi ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bu iddianı boş yer eləsə, biz onun ömrünü kəsərik. Onu şah damarından tutub yaxalayarıq. Yəni, bunu boş yeri iddia eləyə bilməz. Və bu xristiyanlar üçün möhkəm bir dəlil idi. Dəlil olsun deyə Allah bu cür danışdı öz Peyğəmbərinin dili ilə. Yəni, bu iddianı eləyən haqqın sahibidir, haqqın özüdür. Və biz də eynən deyirik. Əhməd Əl-Həsən əleyhissalam, Əba Sadiq Abdullah Haşim əleyhissalam eynən həmin dəlillərlə gəliblər. Və Muhammed Peyğəmbər necə ki, İsa'nın vəsiyyəti ilə iddia elədi, Əhməd Əl-Həsən əleyhissalam da Muhammed Peyğəmbərin vəsiyyəti ilə iddia elədi. Eynən Əba Sadiq Abdullah Haşim əleyhissalam da Peyğəmbərin vəsiyyəti ilə iddia elədi. Və öz haqqaniyyətini ortaya qoydu. Və bu kifayət eləyir bütün insanlar üçün ki, bu cür Allahın hüccətini tanısınlar və Allahın hüccətinə beyyət eləsinlər. Mən indi biraz sizin yazdığınız mesajlara baxmaq istəyirəm. Əgər hər hansısa bir sualınız olarsa, bəli, verə bilərsiniz. Və mən bu arada istəyərdim ki, 2015-ci ildə zuhur hadisəsi baş verəndə, bu zuhur hadisəsi hansı hadisə ilə insanlara çatdırıldı, onu da istəyərdim nəzərinizə çatdırım, oxuyum. Çünki bu çox önəmli olan mövzulardan biridir. Mən istəyərdim onu da sizin nəzərinizə çatdıraraq oxuyum və sizlər bunu agah olun, bilin. Deməli, bu hadisəni bizim qardaşımız Əbə Cəbrail əleyhissalam bizə belə çatdırmışdı. Mən olduğu kimi oxuyuram, sonra inşallah müzakirə eləyərik. Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbinə. Allahım Muhammed və Ali Muhammedə, imamlara və mehdilərə salam və salavat elə. Allahın salamı, rəhməti və bərəkəti yer üzünün şərqində və qərbində olan siz mömin ənsarların üzərinə olsun. Mən sözündən Allaha sığınıram. Sizin xidmətçiniz Hüccətullaha, yəni İmam Muhammed İbn Əl-Həsən Əskəri əleyhissalamla görüşlə şərəfləndirilmiş 12 nəfərdən biri Əbə Cəbrailəm. Sizlərə görüşün hekayəsini danışacağam. Və dolayısıyla məsələnin həssaslığından ötürü bəzi detalları açıqlamayacağam. Allah sizləri ən böyük mükafatlarla mükafatlandırsın. Biz 42 nəfər İmam Əhməd Əl-Həsən əleyhissalamla birgə 43, aramızda bu mübarək dəvətə onu eşitmədən öncə inananlar vardı. Aramızda bu dəvətə eşitdiyi ilk gündən inananlar vardı və aramızda ona çox qısa zamanda inananlar vardır. Seyyid babamız İmam Əhməd Əl-Həsən əleyhissalam bizləri müxtəlif ölkələrdən topladı. Ərəb, İslam, Qərb, Asiya ölkələrindən. Beləliklə 1 il 6 ay öncə hamımız bir yerdə toplandıq. İmam Əhməd Əl-Həsən əleyhissalam bizimlə birgə və bizim aramızda idi. Hamımızın hər gün müəyyən zamanlarda bir yerə yığışdığı bir yer vardı. Sübh namazından sonra İmam Əhməd Əl-Həsən əleyhissalam hər birimiz üçün xüsusi olaraq verdiyi, vəzifələndirdiyi işləri yerinə yetirmək üçün oradan gedərdik. Ta ki o mübarək vəd edilən gün gəldi və biz günahkarın, yəni Kral Abdullahın ölüm xəbərini eşitdik. Həmişəki kimi o müqəddəs yerdə yığışmışdıq. Atamız əleyhissalam bu gecədən öncəki bəzi gecələrdə bizim aramızda olmazdı və biz onun üçün çox darıxardıq. Sübh namazına 1 saat qalmış, Allahın cəsur aslanı, qəlbləri və gözləri özündən alan, heybəti ilə bizə doğru gəldi və dedi,
Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hər kəs həsrətli və sevincli halda onun salamını aldı və o əleyhissalam buyurdu: Necəsiniz övladlarım? Yaxşısınızmı inşallah? Qardaşlar cavab verdilər: Həmd olsun aləmlərin Rəbbinə, ey ata, yaxşıyıq. O əleyhissalam buyurdu: Tağut Abdullahın, Allah ona lənət etsin, ölüm xəbəri sizə çatdı mı? Onlar dedilər: Bəli, ey seyyidimiz. O əleyhissalam buyurdu: Bu Allahın günüdür və bu Allah Taalanın öz salih, səmimi qullarına vəd etdiyi gündür. Sonra o əleyhissalam buyurdu: Muhammed Məhdi İbn Həsən Əl-Əskərinin ruhum ona fəda olsun. Görsəniz nə edərdiniz? Onlar dedilər: Allaha and olsun. Əgər bizə dağları yerindən qoparmağı əmr etsə, onunla birgə onları yerindən qoparardıq. Beləliklə atamız əleyhissalam buyurdu: Vallahi həqiqəti söylədiniz. Həqiqətən də Allah yer üzündə sizin kimi ənsar yaratmadı. Nə sizdən əvvəl, nə də sizdən sonra. İndi içinizdən ən yaxşı 10 nəfəri seçməyinizi və İmam Mehdi əleyhissalam ilə görüşə aparmaq istəyirəm. Burada hər kəs öz mömin qardaşını seçməyə istəkli idi və heç birinin ağlından özünü seçmək və ya özünün digərindən üstün olduğu düşüncəsi keçmədi. Beləliklə hər kəs bir-birinə mən səni seçirəm dedi. Atamız onlara baxır və gülümsəyirdi. Sonra o əleyhissalam buyurdu: Muhammed və Ali Muhammedə, imamlara, məhdilərə salavat deyin. Hər kəs Muhammed və Ali Muhammedə salavat dedi. Sonra atamız yenidən buyurdu: Uca və böyük olan Allaha and olsun ki, Allah sizlər kimi ənsar heç yaratmadı. Siz yer üzündə olan ən yaxşı ənsarsınız. Yer üzünə sizin kimi səmimi, sadiq, Allahu Teala'ya imanlı ənsar gəlmədi və gəlməyəcək də. Sonra Allah həmd və sənalar etdi. Sonra bir neçə saniyə səssiz qaldı və buyurdu: Siz 10 nəfər seçməlisiniz. 10 qrupa bölünün, hər qrupda 4 mömin olsun və 4 nəfərdən ibarət olan hər qrup özlərini təmsil edəcək bir nəfəri seçsin. Beləliklə möminlər atamızın buyurduğu kimi etdilər. Hər bir qrup bir nəfər seçdi və cəmi 10 nəfər seçildi. Və atamız əleyhissalam buyurdu: Sübh namazının vaxtı daxil oldu. Qardaşlarımızdan birinə işarə edərək buyurdu: Qalx və əzan oxu. O əzanı oxudu. Biz atamızın əleyhissalam imamlığı ilə cəmaat namazı qıldıq. Beləliklə biz 12 nəfər, 2 nəfər daim imamla olur. O hara getsə onunladır deyə, yəni 10 üstə gəl 2, 12 olur. Və Seyyid atamızla bərabər görüş yerinə hərəkət etməyə başladıq. Qəlbimiz həsrət, həyəcan və sevinclə dolmuşdu. Məsələnin böyüklüyünə görə qəlbimiz sanki işıq surəti ilə döyünür, vücudumuz qasırğalı bir qış günəşindən sallanan bir ağac kimi titrəyirdi. Beləcə İmam Məhdinin olduğu yerə gəldik. Onunla görüşüb salamlaşdıkdan sonra 2 saat yarımdan çox çəkən söhbət oldu. O əleyhissalam bizə gerçəkləşəcək olan qeybi məsələlərə və qlobal hadisələrə yönəltdi və ən kiçik detallara qədər o məsələlərdən xəbərdar etdi. O əleyhissalam dünyada nələrin gerçəkləşəcəyindən ən kiçik detallarınacan danışdı. Bunlardan İraq, Misir, Türkiyə, Yaponiya, İtaliya, Böyük Şeytan Amerika, Allahın lənəti olsun onun üzərinə, Şimali Koreya, Cənubi Koreya, Qətər, İordaniya ilə bağlı hadisələri bütün detalları ilə, hətta gününü və saatını belə zikr edərək açıqladı. Və bu hadisə 2015-ci il 23 yanvar cümə gecəsi Kral Abdullahın öldüyü gecə baş vermiş hadisədir ki, qardaşımız Əbə Cəbrail əleyhissalam onu bizlərə çatdırır. Və bu eynən Muhammed Peyğəmbərin bundan öncə zikr elədiyi hədislə üst-üstə düşür. Mən istəyərdim o hədisi də sizlərin nəzərinə çatdırım. Çünki hədisdə belə keçir. Deyir Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu:
Hicazı adı heyvan adı olan bir nəfər idarə edəcək. Uzaqdan baxdığınız vaxt gözlərinin çəp olduğunu görərsiniz. Lakin yaxınlaşsanız gözlərində heç bir qüsur görməzsiniz. Ondan sonra hakimiyyətə qardaşı Abdullah gələcək. Vay olsun şiyələrə onun əlindən, vay olsun şiyələrə onun əlindən, vay olsun şiyələrə onun əlindən. Mənə onun ölüm müjdəsini verin, mən də sizə höccətin zuhur müjdəsini verim. Mənbə 250 əlamət kitabı, səhifə 122. Həqiqətən də biz bu hədisə nəzər saldıqda görürük ki, Hicaz, yəni bugünkü Səudiyyə Ərəbistan, onu bir nəfər idarə eləyib ki, uzaqdan baxdıqda gözlərində bir çəplik görərik. Siz bunu internetdə də araşdırıb, baxıb tapa bilərsiniz. Lakin şəkli yaxınlaşdırdıqda, şəklə yaxından baxdıqda gözündə heç bir qüsur görməzsiniz. Və onun adı Fəth olub. Fəth ərəbcədən tərcümədə bəbir deməkdir, yəni leopard deməkdir və o heyvan addır. Və ondan sonra hakimiyyətə qardaşı Abdullah gəlirdi oradan da və şiyələrə olmazın zülümlər eləyir. Şiyələrə çox zülümlər eləyir və şiyələr onun əlindən çox bezara gəlirlər və onun şiyələrə elədiyi zülüm həqiqətən də ictimaiyyət arasında bəlli idi və insanlar onun əlindən əsasən də şiyələr nə zülümlər görürdülər. Və o ölür 23 yanvar 2015-ci il cümə günü. Və hədisdə də keçdiyi kimi deyir, o öləndə höccət artıq zühur eləyər. Və o ölən günü qardaşım Cəbrail əleyhissalam, Əbə Cəbrail əleyhissalamın vasitəsilə bu məsələ ictimaiyyətə açıqlanır və insanlara bu hadisə bildirilir. Çünki zaten Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm bunun xəbərini öncədən vermişdi. Və bundan paralel hətta hadisənin hansı formada gerçəkləşəcəyini İmam Baqir əleyhissalam da öz hədisində zikr eləyib, insanlara çatdırıb. Mən istəyirdim, o hədisi də istəyərdim sizə oxuyum. Çünki İmam Muhammed Baqir əleyhissalam buyurdu, bu işin sahibinin bu dərələrin birində əli ilə Ziltuvaya işarə etdi. Bir qeybə çəkilməsi olacaq. Zühur etməsinə az qalmış, yanında olan Mövla gəlib onun bir neçə səhabəsi ilə görüşəcək və deyəcək, siz burada neçə nəfərsiniz? Deyəcəklər, təxminən 40 nəfər. Deyəcək, əgər sahibinizi görsəniz halınız necə olar? Deyəcəklər, Allaha and olsun, əgər bizə dağları yerindən qoparmağı əmr etsə, onunla birgə onları yerindən qopararıq. Sonra onların yanına gəlib deyəcək, mənə içərinizdən 10 nəfər rəhbər və ən üstün şəxs göstərin. Onlar bu şəxsləri ona nişan verəcək. O həmin şəxsləri sahiblərinin yanına aparacaq və onlar onunla görüşəcəklər. Sahibləri onlara növbəti gecə üçün vəd verəcək. Bu deməli keçir Qeybət-i Numani səhifə 187, Təfsirul Əyyaşi, cild 2, səhifə 56, Biharul Ənvar, cild 52, səhifə 341, Mücəmül Əhadis, cild 5, səhifə 2. Eynən bu hədisdə zikr olunan hadisələr qardaşımız Əbə Cəbrail əleyhissalam vasitəsilə nəql olunan hadisə ilə necə üst-üstə düşür? Siz özünüz buna şahid oldunuz. Bəzi, belə deyim, cahil insanlar, ağlı qıt olan insanlar, Allaha inanmayan insanlar qayıdıb deyə bilərlər ki, siz bu hədislərdə olan məsələni götürüb, belə deyim, reallığa tətbiq elədiniz, yalandan bir senari qurdunuz. Bunu iddia eləyə bilərlər və bəziləri necə ki, bu iddianı eləyirlər. Lakin həmin kəslər Allahın ədalətini, Allahın mövcudiyyətini unudurlar. Allahın varlığını unudurlar. Çünki onların tərəzisində Allah olduqca yüngüldür. Onların Allaha etibarı, inamı olduqca azdır. Və bu Allaha yaraşmayan bir hərəkətdir. Allaha yaraşmayan bir sifətdir ki, onlar əslində Allaha bu cür sifətləri yaraşdırırlar. Çünki əgər bu hadisələri Allahın elçiləri nəql eləyəcək və Allah bu məsələni qorumayacaqsa və hər yerindən duran yalançı bu hadisələri senariləşdirib və
reallaşdırıb insanları aldadacaqsa, onda bu hədislərin, bu hadisələrin zikr edilməyinin nə mənası var? Onda İmam Baqir əleyhissalam bu hadisəni niyə zikr elədi? Niyə bizə bildirdi? Muhammed Peyğəmbər niyə bu hədisi bizə bildirdi? Kral Abdullah hədisin. Niyə bildirdi onlar bu hədisləri bizə? Əgər o hədislər bizi azğınlığa aparacaqsa, biz o hədislərə inanıb, gedib azacağıqsa, batil kəslərin arxasına düşəcəksə, niyə bu hədisləri zikr elədilər? Bu hədislərin ümumiyyətlə nə mənası var? Boş bir hədis olar bu hədis. Çünki bunu yalancı iddia eləyəcəksə, İmam bu hədislə bizə nə çatdırmaq istədi? Hələ çatdırmaq istədiyi qalsın bir yana. Bizim azmağımıza elə birbaşa İmam Baqir əleyhissalam və Muhammed Peyğəmbər mi səbəb oldu? Əgər elədirsə, onda onlar niyə danışdılar? Niyə bu hadisələri öncədən xəbər verdilər? Əslində, həqiqətən ağılla düşünsələr görərlər ki, Allah bu məsələləri qoruyur. Onlar bu məsələləri heç zaman senariləşdirə bilməzlər batil qüvvələr. Hadisələr gerçəkləşirsə, deməli elə haqq olan gerçəkləşir. Əgər senariləşdirmə varsa, məgər Muhammed Peyğəmbər İncili oxudu, gəldi, hadisələri senariləşdirib dedimi ki, mən Muhammed Peyğəmbərəm? Yazılanları gerçəkləşdirdimi? Və ya İsa əleyhissalam o məntəqələri bir-bir keçəndə deyirdi ki, əvvəlcədən xəbəri verilmiş məntəqələrdən mən keçirəm. Onda İsa əleyhissalam senariləşdirdimi? Bunlar necə də cılız düşüncələrdir ki, düşünürsünüz siz. Və bu düşüncələri düşünənlərdən biz bəriyik, uzağıq. Və biz Muhammed və Ali Muhammedə inanırıq, Allaha güvənirik və bu məsələlərin birbaşa Allah tərəfindən qorunacağına yəqinimiz var. Ələxüsus da vəsiyyət hədisinin və o səbəbdən də vəsiyyət hədisindən yapışmışıq və o hədisdən yapışaraq Muhammed Peyğəmbərin vədini verdiyi azğınlıqdan qoruyacaq olan bir şeydən yapışaraq azğınlıqdan uzaq düşmüşük. Sizlərsə lənətə gəlmiş Ömər İbni Xəttabın yolunu gedərək Peyğəmbər sayıqlayır dediniz və vəsiyyəti inkar elədiniz. Və budur, istəyirsiniz Ömərin yolunu gedin, bizsə Muhammed və Ali Muhammedin yolunu gedirik. Və beləliklə biz qurtuluşa çatanlardanıq, sizlərsə azğınlığa düşənlərdənsiz. Qaim aramızdadır verilişindəydik. Allah amanında qalın, gələn görüşlərə qədər. Allahümmə səllələ Muhammed və Ali Muhammed, ələyimmə vəl-məhdiyyin və səlləm təslimə. Je vous invite à la 7e et dernière alliance entre Dieu et l'humanité.